Əziz dostlar, gəlin Rus bölməsi üçün dövlət dili olan Azərbaycan dili testlərə baxaq. Görək nə tipli testlər düşür və onların bir neçəsini izahını eləyək. Hansı cümlədə frazeoloji birləşmə işlənməyib? Doğma şəhərimiz günü-gündən abadlaşır. Burada yoxdur, elə cavab A variantı olacaq. Digər variantlara baxaq. Anar bu məsələdə dostlarına bel bağlayırdı. Bel bağlayırdı frazeoloji birləşmədir. Kərim gecikdiyi üçün anasının ona acığı tutmuşdu. Acığı tutmaq frazeoloji birləşmə. Nərmin işi vaxtında bitirəcəyinə söz verdi. Söz vermək frazeoloji birləşmədir. Özdə söz vermək iki cür başa düşülə bilər. Yəni amonim kimi məsələ tutula bilər. Biri var çıxış üçün söz vermək, hansısa bir tədbirdə ona çıxış üçün söz vermək. Bir də var ki, söz vermək, vəd vermək. Yəni ona vəd verirəm ki, hansısa bir işi eləyəcəm. Düşərgəyə gedən dəstə axşamüstü yola düşdü. Yola düşdü frazeoloji birləşmədir, amma yola düşdü bəzən sərbəst birləşmə kimi də düşünülə bilər. Məsələn üçün qələm yola düşdü, top yola düşdü və s. Bu cür olanda frazeoloji birləşmə ilə amonimli təşkil etmir. 6-cı suala baxaq. Hansı cümlədə əks mənalı antonim sözlər işlənmişdi? Qara boz buludlar göy üzünü bürümüşdü. Qara boz buludlar. Burada yoxdur. İşıq birdən-birə zəiflədi və söndü. Burada da yoxdur. Divan rahat və yumşaq idi. O bir variantlara baxaq. Nənə uşağın ağ incə əllərini öpdü. Toxun acdan xəbəri olmaz. Buradadır. Tox və ac bir-birinə əks mənalı sözlərdir. Hansı sözün tələffüzü ilə yazılışı fərqlənmir? Harada iki t varsa, biz demişdik ki, iki kar samiti yanaşı gələndə birinci qalır, ikinci özünün cəngətəli qarşılığına keçəcək. 2 dənə k da ikisə karı dəyişəcək, 2p dəyişəcək, 2q da olanda birincisi k ilə özünün kar qarşılığı ilə, ikincisi də olduğu kimi qalır. 2y əgər kökün içərisindədirsə, o zaman olduğu kimi oxunacaqdır.